İlk biz dərslərimizdə tənlikdən tanış olmuşduq. Məhsulu olan bərabərliyə tənlik deyilir. İbtidai sinifdən bəri biz əslində tənliklər görürük, amma orada damalarla, zadla işlədilər uşaqlara, sonra yavaş-yavaş yuxarı qalxdıqca tənlik şəklində, yəni dəyişən qoyaraq. Məhsul olan bərabərlik. Məhsul da deyəndə hərfdən söhbət gedir. Yəni, hər hansıda bir dəyişən. Məsələn, adicə bunun özü bir tənlikdir. Çünki burada məhsul olan bir bərabərlik görürük. Buradan bu tənliyin kökü bilirik ki, 4'dür. Bax, buna tənliyin kökü deyirlər. Yəni, tənliyi doğru ədədi bərabərliyə çevirən qiymətdə tənliyin kökü. Yəni, mən aparıb ikisinin yerində 4 qoyanda, həqiqətən də 4 üstə gəlir 3, 7 deyil. Məsələn, bu tənliyin kökü niyə 2 deyil? Çünki 2 üstə gəlir 3, 7 eləmir. Aydın mı? Yəni, bu ədəd bu tənliyin köküdür, amma bu onun kökü deyil. Tənliyin kökü, yenə deyirəm, tənliyi doğru ədədi bərabərliyə çevirən qiymətlərinə deyilir. Yəni, məsələn, 2x bərabərdir 18 tənliyinin kökü. Biz buradan 18-i 2-yə bölərək tapırıq ki, x 9-dur. 9 ədədi bu tənliyin köküdür. Yəni, tənliyin kökü, tənliyi doğru ədədi bərabərliyə çevirən qiymətinə deyirlər. Aydında bu yəqin ki, nə demək istədiyim. İndi, buyur. Kökləri eyni olan tənliklərə eyni güclü tənliklər deyirlər. Yəni, məsələn, x üstə gəl 5 bərabər 12 və 2x bərabər 14. Bu tənliyin kökü neçədir? Bu tənliyin kökü neçədir? 7. Deməli, bu iki tənliyə deyirlər eyni güclü tənliklər. Yəni, kökləri eyni olan tənliklərə eyni güclü tənliklər deyirlər. Həlli olmayan, yəni kökü olmayan tənliklərə də eyni güclü tənliklər deyirlər. Məsələn, modulda x plus 3 bərabərdir mənfi 2. Bu tənliyin kökü var, yəni modulu mənfi 2 olan ədəd var? Yox. Yəni, bu tənliyin kökü yoxdur. Yəni, elə bir ədəd yoxdur ki, bunu ödəsin. Və yaxud kvadrat kök altda x bərabər mənfi 3. Kvadrat kökdən mənfi 3 çıxan ədəd var? Yoxdur. Deməli, bunun da kökü yoxdur. Yəni, bu iki tənlik də eyni güclü tənlik adlanır. Yəni, kökləri olmadığı üçün bunların ikisi də eyni güclü tənlikdir. Dedik ki, tənliyin kökü tənliyi ödəyən, yəni doğru ədədi bərabərliyə çevirən qiymətlə deyir. Məsələn, tutaq ki, bizə belə bir tənlik veriblər. Ax üstə gəlinsin 3 bərabər 7. Deyir, bu tənliyin köklərindən biri mənfi 5-dirsə, A-nı tapın. Yəni, bu tənliyin kökü sözlə deyilsə, deyir ki, bu tənliyin kökü mənfi 5 olarsa A-nı tap. Yəni, mən başa düşürəm ki, tənliyin kökü x-dir. X mənfi 5-də A-nı tapmalıyam. Gətirib x-in yerini qoyuram mənfi 5-i. Mənfi 5-i A-ya vuranda nədir? Mənfi 5A. Üstə gəl 3 bərabər 7. Mənfi 5A bərabərdir 7 çırp 3. Mənfi 5A bərabərdir 4. A da 4'ü bölürəm mənfi 5'ə. Onluq kəsirə də çevirə bildiyim üçün çevirəcəm. Yəni, A mənfi 0.8 olmalıdır ki, mən o tənliyi həll eləyəndə kökü bu çıxsın. Yəni, tənliyin kökü bu ədəddir, o ədəddir deyən suallarda siz aparıb o kökü x-in yerinə qoyub A-dır, B-dir, nə soruşacaqsa onu tapırsınız. Yəni, tənliyin kökü dedikdə bu nəzərdə tutulur. İndi, biz əslində yenildirəm, əvvəldən də keçmişdik. Birinci işimiz bir məhsullu xətti tənlikdir. Bir məhsullu xətti tənlik. Yəni, bir məhsulu var. Bunun ax plus b bərabər 0 şəklində də yazırlar. Və ya a vurulsun x bərabər b. Bu tənliyə deyirlər bir məhsullu xətti tənlik. Bizim gördüyümüz bütün sadə tənliklərin yekunu budur. Yəni, məsələn, mən sizə əvvəldən bərbaş salmışdım ki, tutaq ki, 5x üstə gəl 12 bərabərdir 3x minus 8. Bu tənlik. Neyin dedik biz tənliklə? Məlumlar bir tərəfə, məhsullar bir tərəfə. Bu, bir məhsullu xətti tənlik sayılır. Biz 3x'i o tərəfdən o tərəfə keçədənlər mənfi 3x yazırdıq. Mənfi 8 qalıb burada, 12 də gəldi bu tərəfə mənfi 12. 5x-dən 3x'i çıxdıq, 2x bərabər mənfi 20. Gəldi çıxdı belə bir formaya. Yəni oldu 2 vur, x bərabər mənfi 20. Buradan da x-i tapmaq üçün mənfi 20-ni 2-yə böldük, mənfi 10 edildi.
ən əvvəldə izah etmişdim də bunları. Yəni ilk dərsdəki tənliyi həll etməyi bacarmalısınız. Burada ellər var ki, o tərəf keçidə bilmir. Tənlik nədir, heç bilmirlər. Yəni biz bununla tanış olmuşduq. İndi bu günləri bunu daha dərinləşdiririk. Nə mənada dərinləşdirik? Tənliyi həll etmək yox. Burada indi bəzi qaydalar izah edəcəm o barədə. Yəni məlumlar bir tərəfə, məhsullar o tərəfə. Bu bir məhsulluq xətti tənlikdir. Burada qeyri-adi bir şey yoxdur. Və yaxud biz belə bir misal görürük. 5 vurulsun x plus 6 çıxılsın 7 bərabərdir 8x minus 11. Bu misalı əldə etməliyik. Təbii ki, mən birinci qrubu açmalıyam. 5x üstə gəl 30 çıx 7 bərabər 8x minus 11. Sonra x-ləri bərabərliyin bu tərəfinə, ədədləri digər tərəfinə keçirirəm. 5x çıx 8x bərabərdir. Mənfi 11 oradaydı. 30 keçdi mənfi olaraq, 7 də keçdi müsbət olaraq. Bundan bunu çıxanda mənfi 3x, orada da bunları toplayaq. Mənfi 41, mənfi 34. Biz burada x-i tapmaq üçün mənfi 34-ü mənfi 3-ə bölməliyik. Mənfini mənfiyə bölən olsa müsbət edir, yəni bu 34 bölü 3-dür. Onu da qarşı qərarda çevrilsək, 11 tam 3-də 1-dir. Bax, bu bir məhsulluq, xətti tənliyə aid olan misallardır. Və yaxud belə bir misal göstərim. Belə bir misal veriblər. Deməli, 6x minus 2x minus 10 mötərizənin qabağında mənfi varsa, mötərizə atılan zaman işarələr dəyişir. Yəni, mənfi 2-ni müsbət 5-ə vurduğum üçün mənfi 10 edədir. Keçidirəm x olanları bir tərəfə, x olmayanları digər tərəfə. Burada nə qalır? X qalmır, bana 0 vur x qalır. Əslində 0 qalır. Sadəcə görəsiz deyənə 0 vur x yazıram. X qalmadı. 6 alman vardı. X'in verdin, 4'ünü verdin. Alma qaldı səndə. Qalmadı. Yəni 0 alma. Aydın mı? Orada elədik 27. 0 vur x bərabər 27. X neçədir burada? 0'ı 0'a vuran 27 deyirsiniz də. Yoxsa 0'ı 27'ye vuran da 27 deyir. Hə? Heç biri bana. Nə 0'ı 27'ye, 0'ı nəyə vursa 0 eləməlidir. Bu tənliyin kökü yoxdur. Siz 0'ı neçəyə vurursunuz, vurun, 0 alacaqsınız, 27 alabilməyəsiniz ömrü boyu. Bax, istənilən ədədi 0'a vuranda 0 eləyir. Ürəyiniz istəyən ədədi götürün, 0'a vurun, bunun cavabı 0 eləyir. Yəni, burada 0 vur x, 0x hardan çıxdı? Ay Mustafa, əmsalları çıxdım. 6'dan 2 çıxdım, 4, 4'dan da 4 çıxdım, 0. Mesela 7'nin 0 oldu, aynı 0 ediyor. Bəli. Yəni 0 vur x 27 olduğu üçün bu tənliyin kökü yoxdur. Yəni o da bunun kimi bir tənliydi də. Burada kökü olduğu, çünki neçəsə x qaldı. Amma orada kökü olmadı. Və yaxud belə bir, buyur bax. Ona x5'in Sabah 0 olanda kökü olmur, yox. Yəni orada nə almır? 0 x bərabər 27 və yaxud belə deyək. Orada x-lər getdisə yazda 0 bərabər 27. 0 27'ye bərabər deyil. Hə? Deyil. Mən kvadratlara fərqliyim. Amma kvadratda fərq yoxdur. Harada çıxdın bunlar? Hadisi mötərizə vurub atmışım. Mən nə kvadratlar fərqi? Hara getdin çıxdın? Çox dərinə düşdüm. 3 vurulsun x plus 7 çıxılsın 2x bərabərdir x üstə gəl 21. Bu tənliyi həll edək. Bunun da cevabı 0'a beraber demek çekiyoruz. Səhvdir. Aldıq 0 vur x bərabər 0. Bu tənliyin sonsuz sayda həlli var.
Niye eşittir? Nasıl Niye? neçə olsun? İndicə dedim ki, sıfırı nəyə vursan sıfır eləyir. X-in yerinə 5 ilə qoysan 0,5, 0,5'ə vuranda 0 eləyir. X-in yerinə 3 ilə qoysan 0,3 vur 3 0 eləyir. Yəni X-in yerinə nə qoyursansa qoy, bu doğrudur. Yəni 3 qoyarsan 0 vur 3 0 eləyir. Düzdür də? 7 qoyarsan yenə ödəyəcək. 50 qoyarsan yenə ödəyəcək. Amma burada sən heç nəyi sıfıra vurub 27 ala bilməyəcəksən. Fərq budur. Aydın oldu nə demək istədim? İndi bunu ümumiləşdirək. Deməli, A vur X bərabərdir B tənliyində. Əgər A da B də 0 olarsa, tənliyin sonsuz sayda həlli olur. Sonsuz sayda həlli var. Bayaqların gördüyümüz formadan danışıram. 0 vur x bərabər 0 şəklində gəlib çıxırsa, deməli bunun sonsuz sayda həlli var. İkincisi, A bərabər 0, B fərqlidir 0 olarsa, tənliyin həlli yoxdur. Yəni, məsələn, 0 vur x bərabər 3. Bu tənliyin həlli yoxdur. Çünki 0'ı nəyəsə vurub 3 ala bilməzsiniz. Üçüncüsü, A 0'dan fərqli olarsa, bu tənliyin yeganə, yəni bir kökü var. Yeganə həlli var. Məsələn, bax, bu gördükləriniz. Bu misal. A 0 değildi ki, ona görə bir ədəd tapa bildiniz. Bu sualda isə ikinci idi, bu da birinci yazdığım nümunələr idi. Yəni, məsələn, biz 2x bərabərdir 10 tənliyindən x bərabərdir neçə alırıq? 5. Yəni, kökünü tapa bildik. Çünki 2'ni 5'ə vuranda 10 edir. Bunun bir dənə kökü var, başqa kökü yox. Başqa yerlərdə var, 2'yə vuraq 10 eləsin. Yox. Yəni, hətta belə deyək. 3 vur x bərabər 0. Bu tənliyin kökü neçədir? 0 da var, lətər yoxdur. 3'ü nəyə vuran da 0 eləyər? 0'a, lətər yoxdur. Hansı ədədir? 0'dan başqa hansı ədədir 3'ə vurarsan 0 eləyəcək? O başqa, bu başqa. Orada qabaqdakı da 0'dır. Yazmışam ki, bax, 0 vur 3, 0 eləyir. 0 vur 4, 0 eləyir. 0 vur mənfi 1, 0 eləyir. Düzdür? Rastan, ne yazsan 0 eləyir? Burada başqa x'in yerinə 3 vur nə yazarsan ki 0 eləsin? Bir dənə 0. Yəni 3 vur 1 bərabər 0 deyə bilərəm? Yox. Ancaq bir dənə 0 vardır. Bax, çünki 0'ı 3'ə böləndə 0 eləyir. Aydındır? İndi bu şərtlər və o misallar. İndi təbii ki, bizim məqsədimiz tək o deyil. Biz bunlarla, yəni bu şərtlərlə bağlı misallar görürük. Deyir ki, belə bir sual verilir. A minus 5 vurulsun x bərabər 10. Deyir, A'nın hansı qiymətində bu tənliyin həlli yoxdur. A'nın hansı qiymətində bu tənliyin həlli yoxdur deyil. A'nın hansı qiymətində bu tənliyin həlli yoxdur. 5. Niyə bana? Bura 0 olsa 0 vur x bərabər 10 tənliyin heç vaxt həlli olunur. Həlli yoxdur deyil. Həlli var deyil. Həlli var deyil. Gətirə başa düşürsən onu. İndicə nə dedim ki, bana A vur x bərabər B tənliyinin o zaman həlli olmur ki, x'in əmsalı 0 olsun, bərabərliyin digər tərəfi 0'dan fərqli olsun. Yəni, bu tənliyin onsuz da bu tərəfi 0 deyil. Gərək bura 0 olsun ki, yəni A minus 5 0 olmalıdır ki, o tənliyin həlli olmasın. Çünki A'nın yerinə 5 qoyanda 5 çıx 5 neçə eləyir? 0. 0 vur x bərabər 10 tənliyini həll edə bilirik. Yəni bunun kökü var.
Xeyr. Yəni A-nın yerində 5 durmalıdır. Və yaxud belə bir sual verir. A üstəgəl 3 vurulsun x bərabərdir b minus 7. Deyir, bu tənliyin həlli yoxdursa, A və B hansı şərtləri ödəyir? Yəni A və B hansı şərtləri ödədikdə bu tənliyin həlli yoxdur. Bu tənliyin həllinin olmaması üçün A və B hansı şərtləri? Ədəd olmalıdır. Təbii ki, A. Mən biri mənfis, biri müsbət. Səhv deyirsən. A 3 mənfi 3. Mənfi 7 mənfi. Bəli, bəldirmə xeyir bala. B 7-dən fərqli olmalıdır. 7 olmalı deyil. B 7-dən fərqli ədədlər olmalıdır. Yəni A mənfi 3 olmalıdır. Amma B 7 olmamalıdır. Çünki B 7 olsa bura 0 olacaq. Və orada 0 olacaq. Və 0 vur x bərabər 0-ın sonsuz sayda həll olacaq. İndicə sildim onun yerindən qaydanı. Qaydamız buydu ki, A vur x bərabər b tənliyinin o zaman həlli olmur ki, x-in əmsalı 0, digər tərəf isə 0-dan fərqli olsun. Aydınmı? Yəni, bu tənliyin həlli yoxdursa, deməli x-in əmsalı 0-dır, amma digər tərəf 0-dan fərqlidir. Aydın oldu? Məsələn, belə bir sual qoyur. A minus 2 vur x bərabərdir. B minus 5 tənliyinin sonsuz sayda həlli olarsa, sonsuz sayda həlli olarsa, A üstəgəl B cəmini tapın. İndi bu tənliyin sonsuz sayda həlli olması şərtdir ya da saat. Biz dedik ki, A vurulsun x bərabər B tənliyinin o zaman sonsuz sayda həlli olur ki, A-da, B-də 0 olsun. Bəli, onda belə çıxır ki, bu sualın həllində A minus 2-də, B minus 5-də 0 olmalıdır. Buradan alınır A 2, B bərabər 5, aynen B'nin də cəmi 7. Nə bildiyim Mustafa? Qədi görməli. Məncə cəmi soruşur. Sonra belə bir misal. AX üstə gəlinsin 6A bərabərdir 2x plus 12. Deyir A-nın hansı qiymətində bu tənliyin sonsuz sayda həlli var? A olsun. A-nın hansı qiymətində bu tənliyin sonsuz sayda həlli var? Valla birinci bizim işimiz bu tənliyi bu formaya gətirmək olmalıdır. Yəni, x olanları bir tərəfə, x olmayanları digər tərəfə. Və sonra x-i çıxartmalıyıq mötərizə xaricinə. Oldu indi belə bir şey. A vur, x bərabər b. Yəni, bundan əvvəlki sual kimi. Bunun sonsuz sayda həllinin olması üçün həm bu, həm də bu 0 olmalıdır. Yəni, a minus 2-də 0 olmalıdır. 12 minus 6-da. Buradan da 2 alacaq onsuzda. Buradan da 2 alacaq. Çünki söhbət eyni A-dan gedirsə ayrı-ayrı ola bilməz.
Yani A'nın yerine 2 koyanda ne olur? 0 vur X beraberdir 0. Çünkü 12'den 12 çıxanda 0 idi. Yani biz bunu görmüş oluruz A'nın yerine 2 yazanda. Bu da onun sonsuz sayıda həlli olduğunu göstərir. Aydın oldu. Sonra, məsələn, belə bir misal yazır. 2x minus 4 bölünsün x plus 3 bərabərdir 7'də 5. Deyir, bu tənliyi həll edir. Bu tənliyi biz necə həll edərik? Tənasüb, bəli, iki nisbətin bərabərliyi tənasübdür. Biz bunu çarpaz vururuq. 7'ni vururuq 2x minus 4'ə, 5'i də vururuq x plus 3'ə və bunu baxıb sadələşdiririk. 14x minus 28, 5x üstə gəl 15. X'lər bir tərəfə, x olmayanlar digər tərəfə. Məlumlar, məhsullar. 9x bərabərdir neçə? X də bərabərdir 43 böl 9. 9 yaxşı düşünmədiyim. Bu da ayırsaq 4'dan 9'da 7. Buyur, eşidirik. Sualın. Və yaxud 5x minus 3 böl 6 bərabərdir x plus 1 böl 12. Neyniyəcək? Yenə çarpaz vurarıq. Amma bir bazı başımızı işlətsək, çarpaz vurmaq yerinə biz bunu kəsrdən azad eləmək üçün hər iki tərəfi 12'ye vurarıq. Əkyob neçədir? 6 ilə 12'ye. 12. Yəni, vura bilərik, tənasüb eləyə bilərik. Fərqi yoxdur. Hər tərəfi 12'ye vururam. Bax, hər tərəfi 12'ye vururam. Burada bununla bu getdi 2, 1. Yəni, 2 vurulsun 5x minus 3. Burada da 12 ilə 12 getdi, x plus 1. Vurub açdıq. 10x minus 6, x plus 1. 10x çıxılsın x, 1 üstə gəl 6. 9x bərabərdir 7, x də bərabərdir 7 böl 9 olar. 9 böl 7 işte. Və yaxud tutaq ki, belə bir sual veribdir. X üstə gəl 2 bölünsün 4, çıxılsın 2x minus 1 bölünsün 3 bərabərdir 6'da 5. Necə işləyərik bu sualı? Birinci onlara orta. Məxrəc gətirir. Bu qəbul edə bilərəm, amma işi sadələşdirmək olar. Əkyob neçədir bunlara? 12. Hamısını 12'ye vurmaqla kəsildən azad eləmək olar. Bir də onları ortaq məxrəcə gətireyim, uzanıb gedəcək sual. Hamısını 12'ye vuraq, hamısını. Bunu da vurursan 12'ye 1, 1. Bunu da vurursan 12'ye. Bunu da vurursan 12'ye. Hamısını vurdun 12'ye. Məqsəd nədir? 12'ye niyə vurdum? 4, 3, 6'nın əkobu 12 olduğu üçün kəsrdən azad eləmək niyyəti ilə vurdum 12'ye. Bununla bu getdi, qaldı 3. Yəni 3 vurulsun, x üstə gəl 2 çıxılsın. Burada qaldı 4. Yəni 4 vurulsun 2x minus 1. 2 ilə 5 daha 10 edir. Düzdür? İndi vurup açırıq, sadələşdiririk. 3x üstə gəl 6, 8x üstə gəl 4 bərabərdir 10. 3x çıx 8x burada qalır. 10 çıx 6 çıx 4. Aha. X də bərabərdir 0. Çünki 0'ı nəyə bölürsən böl 0. Yəni 0'ı mənf 5'e böləndə 0 eləyəcək. Bu dediklərindən kim nəyi başa düşmür? Tam başa düşür. Heç kim səs çıxmadan görə bu dediklərin başa düşülürmüş. Yaxşı, belə olsun. Davam edək. Bunlar haqqında onsuz da danışmışdıq deyə elə bir çətinlik yoxdur. Biraz təzə o qaydaları gördünüz. Bir də keçirik kvadrat tənlik. Yəni, bunun heç olmasa həll edilməsini bu cür başa salaq ki, biraz da mən kvadrat tənliklər göndərəm özüm, testdə azdır. Biraz yaza-yaza
öyrənəcəyik. Burada elləri var ki, kvadrat tənlik nədir? Bilmir. Deməli, kvadrat tənlik nədir? AX kvadratı üstə gəl BX üstə gəl C bərabərdir 0 şəklində olan tənliklərə. Burada ABC ədədlərdir. Mən diskriminant mantıqdır. Bəli. ABC ədədlərdir və A heç vaxt 0 olmur. A fərqlidir 0. Çünki A 0 olsa orada kvadrat qalmayacaq. Ona görə A 0-dan fərqli. Bu tip tənliklərə kvadrat tənliklər deyirlər. Məsələn, 2x kvadratı üstə gəl 4x üstə gəl 1. A neçədir burada? Burada A neçədir? Valla nə olub? Yatmışsınız. A 2'dir, B 4'dür, C 1'dir. A x kvadratının əmsalıdır, B x'in əmsalıdır, C də sərbəst sərdir. Sən? İnşallah. A'ya deyirlər birinci hədd əmsalı. Birinci hədd əmsalı. Yəni x kvadratının əmsalı olaraq. B'yə deyirlər ikinci hədd əmsalı. C'yə də deyirlər sərbəst hədd. Deməli. Yaxşı. 3x kvadratı minus 4x minus 7 bərabər 0 tənində. A neçədir? B. Mənfi 4. Düstur pir üstəndə. Bura minus 4 yazmışız. Mənə mənfi 4. C neçədir? Mənfi 7'dir. A neçədir? B. Hə? Abi x'in əmsalı diye. Yeni dəyişdim, aləm dəydi bir-birini olsa. Sərbəstdir. Sərbəst, yanında dəyişən olmayanı nə görürsən? Hansı sərbəst olan? Heç kimin asıldır. Sırasını dəyişmişəm də bala. Önemli olan sırası değil, önemli olan oradaki sırasıdır. Yani x kvadratının, sen bu ifadelerin yerini değişebilirsen burada. Yani sen bunu 2x kvadratı üste gel 3x çık 0 kimi yazabilirsen. İşaret zaten değişmez. Sadece yerin değiştir, sırasını. Aydın mı? Yaxşı, mesela. Anlam hesablardan sərbəst əsansıdır. Yox, hayır valla, belə sual soruşmayacaq orası sizə. Siz hələ bunu tapa bilmirsiniz ki, mən də tamam edə bilim. Bu, hardan ki, uşaqdan soruşdur sərbəst neçədir? Kim nəyə lazımdır o bu dəqiqə? A neçədir burada? A 5. A 5 Birincisi x yoxdur. A, B, C ədəddir. X'in nə işi var orada? A, x kvadratının əmsalıdır. Burada x kvadratının əmsalı neçədir? Mənfi 5. B neçədir? 3. C neçədir? 7. A, B, C. A, x kvadratının əmsalıdır. B, x'in, C də sərbəst sərdir. Sırası önemli değil. Mən bunun yerlərini düzə bilərəm. Mənfi 5x kvadratı üstə gəl 3x, üstə gəl 7. Bəli, eyni şey. Sadəcə sırasını dəyişdir. İndi, gələk əsas məsələ olan bunun həll edilməsindən. Kvadrat tənliyin həlli diskriminantla olur. D adlanır diskriminant. Diskriminantın düsturu B kvadratı çıx 4AC'dir. Diskriminantın düsturu. Burasını işaret. Olsa yazardım. Değil ki yazmadım. Diskriminantın düsturu B kvadratı minus 4AC'dir. Kvadrat tənliyin həlli bundan asılır. Əgər diskriminant müsbət ədəd olarsa, diskriminant sıfırdan böyük ədəd olarsa,
Kvadrat tənliyin iki müxtəlif həqiqi kökü var. Onlar x1 bərabərdir mənfi b minus kök altda d böl 2a və x2 bərabərdir mənfi b plus kök altda d böl 2a şəklində olur. Diskriminant müsbət ədəd olarsa, indi nümunə də göstərəcəm, kvadrat tənliyin iki müxtəlif həqiqi kökü olur. Yox, əgər diskriminant 0 olarsa, kvadrat tənliyin iki bərabər kökü. Buna bir kökü var da deyirlər. X-də eyni ədəd olacağı üçün iki bərabər kökü və ya bir kökü var deyirlər. Və həmin köklər x1 də, x2 də mənfi b böl 2a şəklində olur. Üçüncüsü, əgər diskriminant mənfi ədəd olarsa, kvadrat tənliyin həqiqi kökü yoxdur deyilir. Deməli, kvadrat tənliyin həlli diskriminantdan asılıdır. İndi nümunə göstərəcəm. Diskriminant müsbət ədəddirsə, kvadrat tənliyin iki müxtəlif kökü olur və o köklər bu düsturlarla tapılır. Kvadrat tənliyin diskriminantı 0 olarsa, o kvadrat tənliyin iki bərabər kökü olur. Çünki d 0-sa fikir verir, bura 0 yazanda mənfi b bölü 2a qalır. Burada 0 yazanda mənfi b bölü 2a qalır. Yəni, iki dənə bərabər kökü olur. Buna deyilər, bir kökü var. Əgər diskriminant mənfi ədəddirsə, kvadrat tənliyin kökü yoxdur deyilir. İndi nümunələrlə hər üç hala aid baxaq. Məsələn, tutaq ki, 2x kvadratı minus 5x plus 3 bərabər 0. Yeni başlayanlar üçün A-nı, B-ni, C-ni yazın ki, düsturları tətbiq edə biləsiniz. Burada A 2-dir, B mənfi 5-dir, C 3-dür. Diskriminantın düsturu B kvadratı minus 4AC-dir. Yəni, bizim B-miz mənfi 5-in kvadratı çıx 4 vur 2 vur 3. 4 vur A vur C. Mənfi 5-in kvadratı necə edir? 25. Çıxılsın. 4 vur 2 vur 3 24. Bu dəyəri 1. Yəni 1-in kvadratıdır. İndi köklər düsturu mənfi B minus kök altda D böl 2A, o birisi də mənfi B üstə gəl kök altda D böl 2A. Mənfi B nə deməkdir? Mənfi B B-nin əksidir. Əgər burada sizdə B mənfi 5-dirsə, mənfi B deyəndə müsbət 5 olur. Yəni, mənfi B, B-nin əksi. Səndə B mənfidirsə, bura müsbət yazarsan. Müsbətsə, bura mənfi yazarsan. Yəni, o deməkdir. Çıx, kök altda diskriminant. Yəni, kökün altda bir. Bu hesab yazmayın bura. Bölünsün 2A. Bizim A'mız neçədir? 2-dir. Ona görə kökdən 1-dən 1 çıxdı. 4-dən 4-ə böldük, etdi 1. Gələk bura. Olur 5. Onun fərqi buradadır ki, plus yerinə minus olur. Rəssalam. O da 5 üstə gəl 1 böl 4. Yəni 6 böl 4, 1 ondadır. Kimə hansı hissəsi aydın olmalı? O x1 ilə x2-də nə hesablanır? Tənliyin köklərini tapır. O bir də D bərabərdir. Amma tənliyin kökünü tapmaq üçün diskriminantdan keçir, yox. Orada 1 yazmışsın. Sözdən bozağa girmək üçün qapıdan keçməlisən. Diskriminant qapıdır. Qapı olmasa keçəməyəsən. Xan, o D bərabərdir yazılır. Diskriminant da 1. Bəli. Altdakı tənliyin kökləri. Yəni diskriminant olmasa, mən bura nəzər gətirib qoya biləcəm. Deməli, birinci diskriminantı tapmalıyım ki, qapını görüm, sonra açım, keçim içəri. Aydın mı? Yəni, diskriminant mənfi çıxsa, qapı açılmayacaq, açar itirdir. Kökü yoxdur. Aydın mı? Məsələn, belə bir tənlik x kvadratı minus 8x üstə gəl 6 bərabər 0. A neçədir burada? 1. X. X nə olar?
AX kvadratının əmsalına demişəm, yazılmayan vuruq 1'dir. Çünki 1'i nəyə vurursan vur özü eləyir. Mən deyirəm ki, bax eyvallah. A vur x kvadratı üstə gəl bx plus c. Nətər ax kvadratını mən deyirəm? Deyirəm ki, a x kvadratının əmsalıdır. Burada yazılmayan əmsal 1'dir. Çünki 1'i nəyə vurursansa vur özü eləyir. Bu arada bunu düzəldim. Yazın. Səhv yazmışdım. Deməli, A'mız necə oldu? 1. B'miz qoy buranı müsbət edeyim. Bayaq mənfiyə nümunə göstərmişdim. Bir dənə də mənfiyə göstərim. Aha. İndi 8'in kvadratı. diskriminant düsturunu da yazıram ki sizdən yaza-yaza öyrəşməlisiniz. B kvadrat. B neçədir? 8'in kvadratı. Starsın 4 4 A C. 64 sıx 28 neçə eləyir? 36. İndi gələk köklərə. X1 bərabərdir. Mənfi B. Çıxılsın kök altda D böl 2A'dır. 6 yazacağız. Mənfi B. Mənfi B. Yəni yazılan mənfi 8. Çünki B müsbət 8 isə mənfi B deyəndə mənfi 8. Çıxılsın kökün altında 36 yazın, gözünüz görsün, ondan sonra çıxardarsınız. 2A. Yəni mənfi 8 çıx 6 böl 2. Bu edir mənfi 14 böl 2. Yəni mənfi 7. O birisi də olur mənfi 8 çıx kök altında 36 böl 2A. Yəni mənfi... Səhv yazımı üstə gəlinə çıxır. Deməli, bu təliyin kökləri mənfi 7 və mənfi 1'dir. Şuayl olmalı. İndi, diskriminantın 0 olduğuna bir nümunə göstərim. Məsələn, 4x kvadratı üstə gəl 4x üstə gəl 1 bərabər 0. A neçədir? B. C. Diskriminant. B'nin kvadratı çıx 4 C. Mən indi 4'ün kvadratı çıxılsın 4 vur 4 vur 1. Başqa niyə bilərəm? 16 çıxılmışdır. Deməli, diskriminant 0'dırsa bu kvadrat tənliyin 2 bərabər kökü, yəni 1 kökü var. O kökdə, yəni x1, 2, ikisi də mənfi B böl 2A'dır. B neçədir? 4. A neçədir? O da 4'dür. 4'lər getdi, nə qaldı? Onlar 2'də 1 olsun, 2 yoxsuz. İxtisar yerine sürətdə 1 qalırsa onu yox sayırsınız. Olur 2 sizdən. Aydın oldu. Sonra, indi belə birini göstərim. 2x kvadratı üstə gəl 3x plus 7 bərabər 0. A neçədir? B, C, diskriminant. 3'ün kvadratı çıxılsın 4 vur 2. Yani O da mənfi 5. onlar 5 olsun. Şimdi Amma kəsr üsulu ilə eləyirik. həqiqi kökü yoxdur. Çünki diskriminant mənfidirsə, mən apararım, o düsturu var ya, köklər düsturu tutaq ki, mənfi B plus kök altda D. Kökün altına aparıb mənfi 56 yaza bilərəm, mənfi 45 yaza bilərəm. Ona görə kökü yoxdur. Çünki kökün altında mənfi ədədin mənası yoxdur. Ona görə də deyirlər ki, diskriminant mənfi olarsa, kvadrat tənliyin həqiqi kökü yoxdur. Amma testə düşür. Yox, hər halda düşür də. Düşür, ay bala, düşür. Sənə bir kvadrat tənliyi həll elə, görsən ki, diskriminant mənfi yazsan ki, kökü yoxdur, variantlarda da olur da. Ona görə soruşmuştum, heç kökü yoxdur yazacaq variantda. Bəli, ya da boş çox işarəsi görərsən. Kökü yoxdur sözünün yerinə görərsən ki, məsələn, C variantında boş çox işarəsi qoyur. Yəni kökü yoxdur. Evet. Söz də yaza bilər. Elementler çoklu. Elementler boş çoklu. Element olmayan çoxdur, yəni tənin kökü yoxdur. Mənasında boş çoxlu yaza bilərlər.
Yaxşı, bir dənə kvadrat tənlik verir misiniz, həll edin. Görün ki, nə olacaq. Buyurun. Mənim heç bir içində var. Bəli, bəli, elə məqsədimiz kökləri tapmaqdır, bəyəfəndi. Bəli. Tapdınız. O nədir? Köklərdir o. Yox, heç yoxdur. Kökü yoxdur. Mənfi birdən diskriminasiya. Mənfi Bəni adəm, onlar düzəməlli elə. Aləmi qatdın bir-birinə, bunu da yarıyamalaq eləmədən olar. Onsuz da bütün riyaziyyatı yarıyamalaq yazırsan sən. Bunu da harasını ixtisar elədin? Kökü yoxdur. Hə, 4-ə vurma. Üstünlarda yazdım ki, gözünüzün önünde olsun her şey. Kök altından bu çıxır. Məncə çıxmalıdır. Birinci sınıfda, ikinci yana. Yaz. Düz yazsan. Ne oldu Murat? Unuttu onu baş verir. Bilemedim. Hayır. Hı. Tamam kimse de düz. X1'ə vuracağım. Hı? Of. Sağ olasın. 31'i var da tapdı. Özde mənfi 31. 9 çıxdı yapırsan, düz gördün. Mənfi 31 tapır nəfər, x1, x2 tapırsan. Özümüz dedik, ya bir diskriminat mənfi olarsan. Amma bunun diskriminatı mənfi. Var ay bala, həlli var. Nəfi olmuyor. Məsələ. Düzdür, başa düşən getdi. 2 nəfər, vəssalam. Qalanları yoxdur. Diskriminat neçə elədi? Başı baxmış, mənfi 49 nətər elədi? A neçədir? 1. B neçədir? Mənfi 3. C neçədir? Mənfi 10. Düzdür? Deyirəm ki, hayvanat, diskriminat B kvadratı. B neçədir məndə? Mənfi 3-ün kvadratı çıx, 4, vur, A, vur, C. Yazmış ona bana düstur. Hı, aha. Nə aha? 9. Mənfi 4'ü vurdun, mənfi 1'ə, mənfi 4, mənfi 4'də, mənfi 10'a vurdun, elədin müsbət 40. Mən də elə. Yəni, bunu da mən nətər deyim, əlimizdən tutun, yazın. Yazmışam qaydası budur, hesablama sənə qalır. 4'ü vurdun 1'ə, 4, burada bir mənfi, burada bir mənfi, elədin müsbət 40, 49. Şimdi gələk köklərə. X1, mənfi B deyir, yəni müsbət 3. Çıx, kök altda 49 böl 2A. Yəni 3 çıx 7 böl 2. X2. Bir belədir. Necədir? Mənfi 2. Bəli. O birisi də... Mənfi onu da Hı-hı. Mənfi 3. Yox. Mən mənfi 3 üstə gəlsin 49. Mənfi 3 niyə? Mənfi B dedimsə... Yox, 3 üstə gəlsin. 3 üstə gəl, kök altda 49. Kök altda 49'dan nə çıxır? 7. 7. Mən deyir, çünki birində çıxma varsa, o birində də toplama olacaq. Deyin görün bana nəyə başa düşmürsünüz? Əsma, de görün nəyə başa düşmürsən? Mən baxayım belə də. Ondan fərqi yoxdur.
birinciyə 5, ikinciyə mənfi kitabsan da bir şey dəyişmir. Yəni x1-ə plus yazıb, x2-ə minus yazsan da bir şey dəyişmir. Eyni ədəddir köklər. Mənim üstümə. Hə, kimə aid olmalı? Buyur. Orada yine 4 vurup bir rabat olsun. Hansı bunu mu? Ha, yanlış seçtim. Hayvanlar. 4 A, C, A, 1'dir, C də məfhumdur da. Alırdım mən. Yok. Görürsən, istəfə demək lazımdır. Tamam. Aydın oldu. Belə.